Bol meyvəli, yumuşaq, çox ətirli bir piroq hazırladım. 3 ədəd iri yumurta götürün. Əgər yumurtalar kiçik ölçüdə olarsa, mənim kimi 4 ədəd götürün. Üzərinə 1 stəkan şəkər tozu əlavə edib mikserlə tam ağarana qədər qarışdırın. Elif'in mikserinin sayəsində 2 dəqiqə keçmədi ki, yumurtalarla şəkər tozu ağappaq ağardı. Münasib qiyməti olan bu keyfiyyətli mikseri siz də Elif Azərbaycan səhifəsindən əldə edə bilərsiniz. Şəkər tozu yumurta ağardıqdan sonra üzərinə duru yağ və süd əlavə edib çox az qarışdırırıq. Ayrıca bir qabın içərisində un, qabartma tozu, vanil və duz əlavə edib qarışdırırıq. Unlu qarışımı da 3 dəfəyə olmaqla tədricən əlavə edərək mikserin asta sürəti ilə qarışdırmağa davam edirik. Nəticədə çox havalı, eynən qaymaq kimi qatı bir xəmir alınır. Bu cür gözəl alınması üçün mütləq çalışın ki, istifadə etdiyiniz ərzaqlar hamısı ev temperaturunda olsunlar. Almaların yarısının qabığını soyub, kub-kub doğrayıb xəmirin içərisinə əlavə edirik, yarısını isə üzəri üçün saxlayırıq. 26 sm olan qəlbimizin içərisinə yağlı kağız səririk və xəmir hamısını əlavə edib yayırıq. Qalan almaları da dilim-dilim doğrayıb üzərini bəziyirik. Bu müddətdə də sobanı mütləq öncədən yandırmaq lazımdır. Mən konveksiya rejimində 170 dərəcədə sobanın ən alt gözündə 35 dəqiqə müddətində piroqu bişirib götürdüm. Amma sobalar müxtəlifdir. Sizin sobanızda bir qədər artıq da pişə bilər. Və budur, almalı piroqumuz hazırdır. Gördüyünüz kimi çox gözəl alınıb. Digər piroqlardakı kimi içərisi qətiyyən su salmayıb, yəni alma içərisini linc etməyib, çox gözəl alınıb. Ətirli, dadlı, pambıq qədər yumuşaq, çox dadlıdır. Mütləq sizlər də hazırlayın. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiniz. Yeni videolarda görüşmək ümidi ilə. Hələlik.